Üz dərisini gənc saxlamaq üçün nə etmək olar? Üz dərisini gənc saxlamaq üçün, əgər yağlı dəridirsə, bu gün böyük bir problemdir. Xüsusilə gənc uşaqlar arasında. Üz dərisindəki səpkilərin kökündə üzün yağlılığı durur. Və onu aradan qaldırmaq üçün təbii gil, mavi gil çox gözəl effekt verir. İndi elə bizim bir dəqiqə bir pasiyentimiz var. Gənc oğlandır və orada da dediyim kimi 2 gündən gildən istifadə eləmişik. Bugün deyir ki, üzümün dərisi quruyub, üzümdəki sızaqlar gedib və üz dərim gözəlləşib. Yəni, hələ təbii ki, proses davam eləyir. Bundan başqa, xüsusilə yaşlı adamlar, 45 yaşından sonra insanlar, 50 yaşından sonra insanlar üz dərisinə qidalandırmalıdır. Qidalandırmaq üçün nədən istifadə etmək lazımdır? Keçmişdə qaymaqdan istifadə edirdilər babalarımız, nənələrimiz. Bugün nədən istifadə etmək olar? Bugün qaymaq məsələsi biraz çətin məsələdir. Bəs nədən? Təmiz baldan. Çox gözəl effekt verir. Üz dərisindəki və bədəndəki müəyyən yaşlı adamlarda görürsünüz ki, xüsusilə aralıq nahiyəsində, qasıq nahiyəsində qara ləkələr əmələ gəlir. Və yaxud üz dərisində qara ləkələr əmələ gəlir. Onu təmizləmək üçün nə etmək lazımdır? Mütləq soda ilə limon şirəsini qarışdırırsınız, həmin nahiyə çəkirsiniz gündəlik, hər gün. Bir müddətdən sonra görəcəksiniz ki, dəri ağardı. Yəni, limon şirəsində də, sodada da ağardıcı təsir var. Təbii, bundan başqa da üz dərisində olan o qırışları götürmək və üz dərisini dartmaq üçün, çəkmək üçün zəli müalicəsi çox gözəldir. Həm üzdəki səpkiləri aparır, üz dərisini qidalandırır, həm də 250-dən artıq buraxdığı fermentlər nəticəsində qan dövranı yaxşılaşır və təbii ki, üz dərisinin qidalanması normallaşır və son nəticədə üz dərisi dediyim kimi neyinir? Gözəlləşir. Xeyli insana dünyanın hər yerində üz dərisinə xidmət düşün. Üzdə, bədəndə ləkələri, damarları, göyərmiş damarları əlac eləmək üçün zəlidən geniş şəkildə istifadə edirlər. Hər zaman deyirəm ki, zəli müalicəsi Allahın insana verdiyi ikinci arıdan sonra.